Salam, bugün sizinle Amerika Ürək Asosiasiyası və Amerika Pediatriya Akademiyasının yeni doğulmuşların reanimasiyası üzrə ən son 2025-ci il təlimatlarının dərinliyinə varacağıq. Bəli, Əlimizdəki mənbələr də elə birbaşa həmin rəsmi təlimat sənədindən çıxarışlardır. Məqsədimiz nədir? Doğuş zamanı o ilk anlarda körpənin dünyaya uyğunlaşmasına kömək edən həyati addımları və bu sahədəki vacib yenilikləri anlamaq. elədir. Bəs bunun sizin üçün əhəmiyyəti nədir? Deyə bilərsiniz. Hətta tibb sahəsində olmasanız belə, bu kritik anlarda göstərilən yardımın əsaslarını bilmək, ümumiyyətlə doğuş prosesi, yarana biləcək çətinliklər haqqında daha məlumatlı olmağa kömək edə bilər. Tamamilə doğrudur. Bu təlimatlar əslində çox geniş bir çərçivəni əhatə edir. Yəni, doğuşdan əvvəlki qayğıdan başlayır. Reanimasiya prosesi, ondan sonraki dövr. Hər şey var. Əsas vurğu isə belə deyək, profilaktikaya, yəni problemlərin qarşısını almağa və hazırlıqlı olmağa yönəlib. Yəni, təkcə problem olanda müdaxilə etmək yox. Bəli, təkcə yardıma ehtiyacı olan o az sayda körpəyə fokuslanmaq deyil məqsəd. Həm də normal keçid edən böyük əksəriyyət də daxil olmaqla bütün yeni doğulmuşlar üçün qayğını optimallaşdırmaqdır. Və bu kontekstdə yeni doğulmuş üçün qayğı zənciri deyilən bir konsepsiya var ki, çox önəmlidir. O zaman gəlin elə bu qayğı zəncirindən başlayaq. Bu nə deməkdir? Yəni, bir neçə mərhələdən ibarət bir sistemdir. Təkcə doğuş otağında olanlar deyil yəqin ki. Elədir, daha geniş yanaşmadır. Bu zəncir, baxın, 7 halqadan ibarətdir. Birincisi, profilaktika, yəni riskləri öncədən görmək, qarşısını almaq. Sonra, tanıma və aktivləşdirmə, yardım lazım olduğunu tez anlamaq, komandanı çağırmaq. Sonra ilkin addımlar, temperaturu qorumaq, hava yolunu açmaq, qurulamaq, stimullaşdırmaq kimi. Sonra əsas məsələ, ventilasiya, yəni nəfəs vermək. Daha sonra qabaqcıl reanimasiya. Bu, sinə kompresiyaları, dərmanlar deməkdir. Və nihayət, doğuşdan sonraki qayğı və bərpa. Ən maraqlı cəhəti odur ki, bütün bu proses əslində doğuşdan əvvəl başlayır. Risk qiymətləndirilməsi ilə, komandanın hazırlanması ilə. Bu onu göstərir ki, reanimasiya tək bir hadisə deyil, bütöv bir qayğı sistemidir. Bu həqiqətən də vacib bir yanaşmadır, sistemli yanaşma. Bəs təlimatların özündəki əsas mesajlar nədir? Yəqin ki, xüsusi vurğulanan məqamlar var. Mənbələrdə əsas 10 nəticədən bəhs edilir deyəsən. Bəli, o əsas 10 nəticə demək olar ki, təlimatların özəyidir. İndi hamısını bir-bir sadalasaq vaxt gedər, amma bir neçə ən vacibini qeyd edək. Birincisi və bəlkə də ən önəmlisi, yeni doğulmuşun reanimasiyasında əsas prioritet ağciyərlərin effektiv ventilasiyasıdır. Yəni nəfəs vermək. Ventilasiya. Bəli. İkincisi, hər doğuşa hazırlıqlı olmaq şərtdir. Çünki bəzən problemlər heç gözləmədiyin anda çıxır. Üçüncüsü isə, bunu da unutmayaq, əksər körpələr, yəni böyük əksəriyyət əslində çox az müdaxiləyə ehtiyac duyur ya da heç duymur. Bu da vacibdir ki, sağlam körpələrə boş yerə müdaxilə etməyək. Hazırlıq məsələsi maraqlıdır. Dediniz ki, əsas nəticələrin 2 və 9-cu bəndlərində də bu vurğulanır. Mənbələrə görə bu hazırlıq konkret olaraq nə deməkdir? Yəni, hər doğuşda xüsusi bir komanda mı olmalıdır? Təlimatlar deyir ki, hər doğuşda, baxın, ən azı bir nəfər olmalıdır ki, onun əsas və yeganə məsuliyyəti yeni doğulmuş olsun. Sırf körpəyə cavabdeh. Yalnız körpəyə. Bəli. Və həmin şəxs reanimasiyanın ilkin addımlarını, yəni qurulamaq, istiliyi qorumaq, hava yolunu açmaq, bunları bilməlidir. Və ən əsası, lazım gəldikdə maska ilə müsbət təzyiqli ventilyasiyanı, yəni o nəfəs verməyi həyata keçirə bilməlidir. Başa düşdüm. Amma əgər doğuş yüksək risklidirsə, o zaman əlbəttə tam təchizatlı, bacarıqlı bir komanda hazır olmalıdır. Hazırlığın özü də nələrdən ibarətdir? 1. Doğuşdan əvvəl standartlaşdırılmış risk faktorlarının qiymətləndirilməsi. Yəni potensial problemləri qabaqcadan bilmək. 2. Avadanlıq üçün yoxlama siyasi. Hər şeyin hazır, işlək olduğundan əmin olmaq üçün. 3. Yüksək riskli doğuşlardan əvvəl komanda brifingi keçirmək, rolları bölüşdürmək, planı müzakirə etmək. Bütün bunlar çox kritikdir. Çünki hazırlıqsızlıq, gecikmə körpə üçün çox ciddi fəsadlara yol aça bilər. Aydındır. Bəs doğuşdan dərhal sonraki o ilk anlar necə? Məsələn, göbəkciyəsinin kəsilməsi.
Bu barədə çox danışılır, xüsusən gecikdirilmiş kəsmə haqqında. Təlimatlar nə deyir bu haqda? Həqiqətənmi o qədər fərq yaradır? Bəli, bəli. Bu çox vurğulanan məqamlardandır və əhəmiyyətli fərq yarada bilər. Baxın, mənbələr deyir ki, dərhal yardıma ehtiyacı olmayan, yəni doğuşdan sonra yaxşı vəziyyətdə olan, vaxtında doğulmuş körpələr üçün ciyənin kəsilməsini ən azı 60 saniyə gecikdirmək faydalıdır. 1 dəqiqə? Bəli, 1 dəqiqə. Bu sonradan körpənin dəmir ehtiyatlarını artırır. Amma daha da təsirlisi, dərhal yardıma ehtiyacı olmayan, vaxtından əvvəl doğulmuş, yəni 37 həftədən kiçik körpələr üçün ciyənin kəsilməsini ən azı 60 saniyə gecikdirmək güclü şəkildə tövsiyə olunur. Çünki araşdırmalar göstərir ki, bu hətta ölüm riskini azaldır. Vay, bu inanılmazdır. Sadəcə 1 dəqiqə gözləməklə. Elədir, xüsusilə yarımçıq doğulmuş körpələr üçün həyati əhəmiyyət kəsb edə bilər. Bəs bəzən eşidirik, ciyənin sağılması deyə bir prosedur var. Bu nədir? Gecikdirilmiş kəsmədən fərqlidirmi? Hə, o da maraqlı bir məqamdır. Ciyənin sağılması, yəni cord milking, ciyədəki qanı bir neçə dəfə körpəyə doğru sıxaraq, sağaraq ötürməkdir. Təlimatlar deyir ki, dərhal yardıma ehtiyacı olan, yəni doğuşda o qədər də aktiv olmayan, vaxtında və ya gecikmiş vaxtından əvvəl doğulmuş, yəni 35 həftə və daha böyük körpələr üçün ciyəni sağmaq, onu dərhal kəsməkdənsə məqbul alternativ ola bilər. Amma yəqin ki, hər vəziyyətdə yox. Düzdür, çox kritik bir istisna var. 28 həftədən kiçik, çox yarımçıq doğulmuş körpələr üçün ciyəni sağmaq qəti əks göstərişdir. Olmaz. Çünki bu, onlarda ağır beyin qanaması riskini artırır. Bu çox vacibdir. Çox vacib. Sağlam vaxtında doğulmuş körpələrdə isə sağılmanın o 60 saniyəlik gecikdirilmiş kəsmədən daha yaxşı olub-olmadığı hələ tam aydın deyil. Onu da qeyd edim ki, körpəni qurulamaq kimi ilkin addımlar var, onları ciyər kəsilməsini gözləyərkən o 60 saniyə ərzində paralel olaraq etmək olar. Yəni vaxt itirilmir. Hə, bu çox məntiqli səslənir. İndi də başqa bir kritik məsələyə keçək. Temperatur. Körpəni isti saxlamaq, bu həmişə xüsusən kiçik körpələrdə böyük bir məsələdir. Təlimatlar temperaturun idarə olunması haqqında nə deyir? Temperatur, bəli, həqiqətən də həyati əhəmiyyət kəsb edir. Əsas nəticələrin 6-cı bəndi də elə bundadır. Hədəf nədir? Körpənin bədən temperaturunu 36.5 ilə 37.5 santiqrad dərəcə arasında saxlamaq. Həm hipotermiya, yəni temperaturun 36 dərəcədən aşağı düşməsi. Soyuması? Bəli, soyuması, həm də hipertermiya, yəni 38 dərəcədən yuxarı qalxması, həddən artıq qızması körpə üçün zərərlidir. Pis nəticələrlə, hətta ölüm riskinin artması ilə əlaqəlidir. Bu risk xüsusilə vaxtından əvvəl doğulmuşlarda daha yüksəkdir. Bəs nə etmək lazımdır? Müdaxilələr körpənin vəziyyətindən asılıdır. Əgər körpə sağlamdırsa, aktivdirsə, ən yaxşı üsul ana ilə birbaşa dəri-dəriyə təmasdır. Amma yardıma ehtiyacı olan və ya vaxtından əvvəl doğulmuş körpələr üçün başqa tədbirlər var. Radiant qızdırıcılar, o xüsusi lampalar ki, istilik verir. Hə, görmüşəm. Sonra körpəni başına papaq taxmaqla plastik torbaya və ya xüsusi örtüyə yerləşdirmək, bu buxarlanma ilə istilik itkisinin qarşısını alır. Otağın temperaturunu artırmaq da vacibdir. Ən azı 23-25 dərəcə olmalıdır. Bəzən bu metodları bir neçəsini birlikdə, paket şəklində tətbiq edirlər. Amma burada da diqqətli olmaq lazımdır ki, körpə həddindən artıq isinməsin, yəni hipertermiya olmasın. Yaxşı, bəs körpə doğulandan sonra, deyək ki, yaxşı nəfəs almır və ya nəfəsi çox zəifdir, hansı ilkin addımlar atılmalıdır? Əvvəllər sanki ağız-burnu dərhal təmizləmək, sovurmaq standart kimi idi. İndi yanaşma bir qədər fərqlidir, bəli. İlk növbədə hava yolunun açıq olmasını təmin etmək lazımdır. Yəni başa, çənəyə düzgün mövqe vermək və yumşaq taktil stimulaşdırma tətbiq etmək. Bu nə deməkdir? Sadəcə körpəni qurulamaq və ya kürəyini, ayaq altlarını yüngülcə sürtmək. Bu, çox vaxt körpənin nəfəs almağa başlaması üçün kifayət edir. Yəni yüngül toxunuşlar. Bəli, yüngül, amma effektiv. Lakin çox vacib bir məqam var. Əgər körpənin ventilyasiyaya, yəni nəfəs dəstəyinə ehtiyacı varsa, məsələn, heç nəfəs almırsa və ya ürək döyüntüsü aşağıdırsa, stimulaşdırma ilə çox vaxt itirmək olmaz, dərhal ventilyasiyaya keçmək lazımdır.
O ki qaldı tənəffüs yollarının sovrulmasına, yəni selinin təmizlənməsinə, təlimatlar çox aydındır. Rutin sovrulma tövsiyə edilmir. Hətta mekonium olsa belə, Bəli, hətta dölyanı maye mekoniumla boyanmış olsa belə, araşdırmalar göstərib ki, bunun faydası yoxdur, hətta potensial zərərləri də ola bilər. Məsələn, ürək döyüntüsünü yavaşlada bilər. Sovrulma yalnız və yalnız o zaman aparılmalıdır ki, tənəffüs yolları açıq-aşkar tıxanmış olsun və bu tıxanıqlıq effektiv ventilasiyaya mane olsun. anladım. Deməli, əvvəlki geniş yayılmış praktikadan fərqli olaraq indi sovrulma yalnız konkret ehtiyac olduqda edilir. Bəs stimulaşdırma da kömək etmirsə, dediyiniz kimi ventilyasiya prioritetdir. Dördüncü əsas nəticədə məhz bunu deyirdi deyəsən. Tamamilə doğrudur. Əgər körpə nəfəs almırsa, apneya vəziyyətindədirsə, ya nəfəsi qıcolma şəklindədirsə, gasping deyirik, ya da ilkin addımlara qurulama, stimulaşdırma, hava yolunu açmaq kimi bunlara baxmayaraq ürək döyüntüsü dəqiqədə 100-dən aşağıdırsa, o zaman doğuşdan sonraki ilk 60 saniyə ərzində müsbət təzyiqli ventilyasiyaya başlamaq lazımdır. Mütləq. Necə edilir bu ventilyasiya? Əsas məqsəd ağciyərləri effektiv şəkildə havalandırmaqdır. Bunun ən yaxşı göstəricisi isə ürək döyüntüsünün artmasıdır. Adətən başlanğıc təzyiqlər 20-30 sm H2O olur, amma rəqəmdən çox əsas olan sinənin hərəkətini görmək və ürək döyüntüsünü izləməkdir. Xüsusilə vaxtından əvvəl doğulmuş körpələrdə həddindən artıq təzyiqdən və ya həcmdən çəkinmək lazımdır. Onların ağciyərləri çox həssasdır, asanlıqla zədələnə bilər. Yəni ehtiyatlı olmaq lazımdır. Bəli, minimum effektiv təzyiqlə işləmək önəmlidir. PIP istifadəsi, yəni müsbət ekspirator sonu təzyiq, tez-tez məsləhət görülür. Bu, belə deyək, nəfəs vermənin sonunda ağciyərlərdə biraz təzyiq saxlamaqdır ki, o kiçik hava kisəcikləri tam sönməsin, növbəti nəfəs daha asan olsun. Ventilyasiya tezliyi isə dəqiqədə 30-60 nəfəs civarında olmalıdır. Bəs maska ilə verilən bu ventilyasiya işə yaramırsa, yəni deyək ki, sinə qalxmır və ya ürək döyüntüsü artmır, o zaman hansı addımlar atılır? Abreviaturasını istifadə edirlər. M-RESOPA. Aça bilərik bunu? Əlbəttə, M maska. Yəni maskanın üzə tam oturduğuna əmin olmaq, lazım gələrsə yerini düzəltmək. R repozisiya. Hava yolunu yenidən açmaq üçün başın və çənənin vəziyyətini optimallaşdırmaq. S sovrulma. Əgər sekresiyalar mane olursa, ağız və burnu sovurmaq. Əgər maneə varsa. O open mouth, yəni ağzı açmaq. Körpənin ağzını bir qədər açmaq, çənəni qaldırmaq. P pressure, yəni təzyiq. Ventilyasiya təzyiqini tədricən artırmaq, sinə qalxana qədər, amma ehtiyatla. Və nəhayət, A alternativ hava yolu. Əgər bütün bunlar effekt vermirsə, deməli, daha qabaqcıl bir hava yolu, intubasiya borusu və ya laringeal maska yerləşdirməyi nəzərdən keçirmək lazımdır. Bu alternativ hava yolları ilə bağlı yeniliklər varmı? Maraqlı bir yenilik var, bəli. Təlimatlarda videolaringoskopiyanın istifadəsi xüsusi olaraq qeyd edilir. Bu nədir? Kiçik bir kamera vasitəsilə həkim tənəffüs yollarını daha aydın görür və intubasiya borusunu daha dəqiq, daha asan yerləşdirə bilir. Xüsusən çətin intubasiya hallarında çox faydalı ola bilər. Bəs o digər alternativ dediyiniz laringeal maska LMA, o nə zaman istifadə olunur? Laringeal maska, belə deyək, qırtlağın üzərinə yerləşdirilən, boru ilə nəfəs verməyə imkan verən bir cihazdır. Maska ventilyasiyası uğursuz olanda və ya intubasiya çox çətin olanda, 34 həftə və daha böyük körpələr üçün intubasiyaya yaxşı bir alternativ sayılır. Hətta bəzi xüsusi hallarda ilkin ventilyasiya vasitəsi kimi də istifadə oluna bilər. Ventilyasiya cihazlarına gəlincə isə T-parçalı reanimatorların, bunlar sabit təzyiq verən xüsusi cihazlardır. Öz-özünə şişən torbalardan bizim ambu kisəsi kimi tanıdığımız üstün tutulduğu qeyd edilir. Xüsusən də vaxtından əvvəl doğulmuşlarda. Çünki daha sabit təzyiq verməsi ağciyər zədələnməsi riskini azalda bilər. Bütün bu proses zamanı körpənin vəziyyətini necə izləyirlər? Ürək döyüntüsü və oksigen səviyyəsi yəqin ki, ən vacib göstəricilərdir. Bəli. Bu iki parametr kritikdir. Ürək döyüntüsünü qiymətləndirmək üçün ən sürətli və ən dəqiq metod EKG-dir, yəni elektrokardioqram. Təlimatlar xüsusilə reanimasiya davam edərkən və mütləq sinə kompressiyaları lazım olduqda EKG monitorinqini tövsiyə edir. Niyə məhz EKG? Çünki bu anlarda, xüsusən kompressiya zamanı,
Stetoskopla qulaq asmaqla və ya hətta barmağa taxılan puls oksimetriya ilə ürək döyüntüsünü dəqiq və tez təyin etmək çox çətin olur. Bəzən qeyri-mümkün olur. Amma puls oksimetriyanın da öz yeri var. O kiçik cihaz ki, adətən körpənin əlinə və ya biləyinə taxılır. Hə, bilirəm. O, qandakı oksigen saturasiyasını ölçmək və verilən oksigenin miqdarını düzgün idarə etmək üçün əvəzsizdir. Əgər körpənin tənəffüs dəstəyinə və ya əlavə oksigeni ehtiyacı varsa, puls oksimetr dərhal mümkün qədər tez yerləşdirilməlidir. Adətən sağ ələ ya biləyə taxılır, çünki bu, beyinə gedən qanın oksigen səviyyəsini, buna preduktal saturasiya deyirik, daha dəqiq göstərir. Bəs oksigenin özünün verilməsi necə tənzimlənir? Niyə bəzən otaq havası ilə, yəni 21% oksigenlə, bəzən isə daha yüksək faizli oksigenlə başlayırlar? Hamıya 100% oksigen vermək daha asan və təhlükəsiz deyilmi? Bu da çox vacib bir məqamdır və əvvəllər düşünüləndən fərqli bir yanaşma var indi. Məlum olub ki, xüsusilə vaxtında doğulmuş körpələr üçün dərhal 100% oksigenlə başlamaq heç də həmişə yaxşı deyil, hətta zərərli də ola bilər. Oksigen də bir dərmandır, artıq dozası problem yarada bilər. Hə, yaxşı şeyin həddindən artıq olması kimi. Tamamilə. Ona görə də strategiya körpənin yetkinliyindən asılıdır. Vaxtında doğulmuş və ya gecikmiş vaxtından əvvəl doğulmuşlar, yəni 35 həftə və daha böyük olanlar üçün ventilyasiyaya 21% oksigenlə, yəni bildiyimiz otaq havası ilə başlamaq tövsiyə olunur. 32-34 həftəlik vaxtından əvvəl doğulmuşlar üçün 21% ilə 30% arasında bir başlanğıc faizi məqbul sayılır. Ən kiçik, yəni 32 həftədən kiçik körpələr üçünsə 30% ilə 100% arasında oksigenlə başlamaq olar. Bəs məqsəd nədir bu fərqli faizlərlə? Əsas məqsəd puls oksimetrin göstərdiyi hədəf saturasiya səviyyələrinə çatmaqdır. Bu hədəflər də körpənin yaşından dəqiqələrlə asılı olaraq dəyişir, tədricən artır. Amma eyni zamanda hiperoksiyadan, yəni qanda oksigenin həddindən artıq çox olmasından qaçmaq lazımdır, çünki hiperoksiyada, xüsusilə yarımçıq doğulmuşlarda göz, retinopatiya və ağciyər bronxopulmonar displaziya problemlərinə səbəb ola bilər. Hələ də ən kiçik körpələr üçün ən yaxşı başlanğıc faizi nədir deyə müzakirələr gedir, amma əsas prinsip həmişə budur, saturasiya bax və oksigeni ona uyğun tənzimlə. Titrasiya etmək. Yaxşı. Fərz edək ki, vəziyyət daha da ciddiləşir. Effektiv ventilyasiya aparılır, oksigen də verilir, amma ürək döyüntüsü çox aşağı qalır. Məsələn, dəqiqədə 60-dan aşağı. Bu zaman növbəti addım nədir? Bu artıq qabarcıl reanimasiya mərhələsinə keçid deməkdir. Əgər ürək döyüntüsü, baxın, ən azı 30 saniyə davam edən effektiv ventilyasiya və təlimatlar vurğuluyur ki, bu mərhələdə ventilyasiya tərcihən intubasiya borusu və ya laringeal maska vasitəsilə aparılmalıdır, yəni daha etibarlı hava yolu ilə. Baxmayaraq, dəqiqədə 60-dan aşağı qalırsa, o zaman sinə kompressiyalarına başlamaq lazımdır. Ürək masajı yəni? Bəli, sinə kompressiyaları. Kompressiyalar zamanı oksigen konsentrasiyası dərhal 100%-ə qaldırılmalıdır. Və kompressiyalar ventilyasiya ilə koordinasiyalı şəkildə aparılır. Hər 3 kompressiyaya bir ventilyasiya, yəni 3/1 nisbəti. Tövsiyə olunan texnika 2 baş barmaqla əhatə etmə metodudur. O necə olur? Bu zaman reanimatorun əlləri körpənin sinəsinin ətrafına dolanır və baş barmaqlar döş sümüyünün aşağı 1/3 hissəsinə, amma qılınca bənzər çıxıntının üzərinə yox, biraz yuxarısına basılır. Bu metodun 2 barmaqla edilən kompressiyadan daha effektiv olduğu və qan təzyiqini daha yaxşı saxladığı, həm də kompressiyanı edən üçün daha az yorucu olduğu düşünülür. Kompressiyanın dərinliyi də vacibdir. Sinənin ön-arxa diametrinin təxminən 13/1 qədər olmalıdır. Və keyfiyyəti qorumaq üçün kompressiyanı edən şəxsin hər bir neçə dəqiqədən bir dəyişdirilməsi tövsiyə olunur ki, yorulmasın. Bəs dərmanlar, epinefrin, yəni adrenalin nə zaman və necə istifadə olunur? Əgər sinə kompressiyaları və optimallaşdırılmış ventilyasiya ilə birlikdə təxminən 60 saniyə keçməsinə baxmayaraq, ürək döyüntüsü hələ də dəqiqədə 60-dan aşağıdırsa, onda epinefrin verilməlidir. Bunun üçün ən etibarlı yol damar daxili girişdir. Damar yolu tapmaq çətin olmur ki o vəziyyətdə? Ola bilər.
Amma yeni doğulmuşlarda bunun üçün ən çox üstünlük verilən yol göbək venası kateteridir, UVC. Onu nisbətən tez yerləşdirmək mümkündür və birbaşa mərkəzi qan dovranına çıxış təmin edir. Əgər UVC tez bir zamanda mümkün deyilsə, sümük daxili giriş, intraoseus IO alternativdir. Bu da sümük iliyinə birbaşa girişdir. Dozası necədir? Damar daxili IV və ya IO doza hər kiloqram üçün 0,01 ilə 0,03 mg arasındadır. Çox kiçik dozadır. Amma damar girişi əldə edilənə qədər keçici bir tədbir kimi endotraxeal boru vasitəsilə, yəni nəfəs borusuna daha yüksək doza hər küyü üçün 0,05-0,1 mg verilməsi nəzərdən keçirilə bilər. Amma vurğulanır ki, IV-IO yol daha effektivdir və buna üstünlük verilməlidir. Çünki borudan verilən dərmanın sovrulması qeyri-müəyyən ola bilər. Əgər ürək döyüntüsü artmazsa, epinefrin dozaları hər 3-5 dəqiqədən bir təkrarlana bilər. Yenə də tərcihən IV-IO yolla. Bəs maye köçürülməsi, yəni həcm genişləndirilməsi, sistem qoşullar bəzən, o nə zaman lazımdır? Həcm genişləndirilməsi, yəni maye vurulması, adətən 10-20 ml dozada normal salin məhlulu və ya bəzən uyğun qan məhsulu rutin olaraq tətbiq edilmir. Hər ürəyi zəif olan körpəyə dərhal maye vurulmur. Yalnız o zaman nəzərdən keçirilir ki, körpədə kəskin qan itkisi şübhəsi olsun. Məsələn, doğuş zamanı ciddi qanaxma olubsa, körpə çox solğundursa, nəbzi çox zəifdirsə və körpə digər bütün reanimasiya tədbirlərinə, yəni ventilyasiya, kompressiya, epinefrinə çox zəif reaksiya verirsə. Yəni, bu digər hər şeyə baxmayaraq vəziyyət düzəlmirsə və qan itkisi ehtimalı varsa, düşünülən müdaxilələrdən biridir. Yaxşı, fərz edək ki, bütün bu çətin, gərgin səylər nəticəsində körpənin vəziyyəti nəhayət stabilləşdi, ürək döyüntüsü artdı, nəfəsi bərpa olundu, təcili böhran aradan qalxdı və sonra nə baş verir? Reanimasiyadan sonraki qayğı necə olmalıdır? İş bundan bitmir yəqin ki. Ən az reanimasiyanın özü qədər vacibdir. Çünki problemlər hələ də yarana bilər və ya davam edə bilər. Ən əsas məqamlardan biri, əgər körpə 36 həftə və daha böyükdürsə və doğuş zamanı oksigen çatışmazlığına məruz qaldığına dair əlamətlər varsa, yəni asfiksiya olubsa və orta və ya ağır dərəcəli beyin zədələnməsi əlamətləri göstərirsə, buna hipoksik işemik ensefalopatiya, HIH deyilir. Ona mütləq terapevtik hipotermiya təklif edilməlidir. O nədir? Soyutma? Bəli, bədənin soyudulması. Körpənin bədən temperaturu bir neçə gün ərzində, adətən 72 saat, nəzarətli şəkildə bir qədər aşağı salınır. Adətən 33-34 dərəcə Selsiyə qədər. Sübut olunub ki, bu metod beyin zədələnməsinin dərəcəsini azalda və uzun müddətli nevroloji nəticələri xeyli yaxşılaşdıra bilər. Başqa nələrə diqqət edilir? Ümumiyyətlə, əhəmiyyətli və animasiyaya ehtiyacı olmuş hər hansı bir körpə, xüsusən də ventilyasiya, kompressiya və ya epinefrinə ehtiyac duyanlar çox yaxından izlənilməlidir. Bu adətən yeni doğulmuşların intensiv terapiya şöbəsində YD5-i aparılır. Orada körpənin tənəffüsü, ürək döyüntüsü, qan təzyiqi, oksigen səviyyəsi, temperaturu və digər həyati göstəriciləri davamlı monitoring edilir. Xüsusilə qan glukoza səviyyələrini tez-tez yoxlamaq çox vacibdir. Niyə məhz glukoza? Çünki stres keçirmiş, xüsusən asfiksiya yaşamış körpələrdə hipoglikemiya, yəni qan şəkərinin kəskin aşağı düşməsi riski çox yüksəkdir və aşağı qan şəkəri özü də beyin üçün əlavə bir təhlükə yaradır, mövcud zədələnməni dərinləşdirə bilər. Ona görə şəkərə nəzarət çox önəmlidir. Bir də, əgər reanimasiya zamanı və ya sonrasında körpə təsadüfən çox soyuyubsa, yəni hipotermik olubsa, onu tədricən normal temperatura qədər yenidən qızdırmaq lazımdır. Optimal qızdırma sürəti tam bəlli olmasa da, uzun müddət davam edən hipotermiyadan qaçmaq vacibdir. Beləliklə, bütün bu məlumatları yekunlaşdırsaq, sizin üçün, yəni dinləyicilərimiz üçün əsas mesaj nədir? Göründüyü kimi, bu təlimatlar həqiqətən də həyatın ilk ən həssas anlarında göstərilən qayğını optimallaşdırmaq üçün çox əhatəli, çox detallı bir yanaşmadır. Əsas fokus nöqtələri deyəsən hazırlıqlı olmaq, ağciyərlərin effektiv havalandırılmasına, yəni ventilyasiyaya üstünlük vermək və körpənin vəziyyətini çox diqqətlə davamlı izləməkdir.
Görünən odur ki, bu sahə həm illərlə təsdiqlənmiş təcrübələrə, həm də daimi inkişaf edən yeni elmi sübutlara əsaslanaraq dayanmadan təkmilləşir. Tamamilə doğrudur. Bu, həqiqətən də davamlı bir öyrənmə və təkmilləşmə prosesidir. Və bu mənbələrə əsaslanaraq, bəlkə də üzərində düşünmək üçün son bir fikir də əlavə edim. Baxın, təlimatlarda komanda işinin vacibliyi, yoxlama siyahılarının istifadəsinin faydası və simulyasiya təlimlərinin, yəni real vəziyyətləri öncədən məşq etmənin əhəmiyyəti dəfələrlə vurğulanır. Hazırlıq mərhələsində də demişdiniz. Bəli. Bu prinsiplər, yəni hazırlıqlı olmaq, strukturlaşdırılmış, planlı yanaşma, hər kəsin rolunun aydın olması, effektiv kommunikasiya, komanda şəklində əməkdaşlıq, bunlar təkcə tibbdə təcili yardımda deyil, bəlkə də sizin qarşılaşdığınız hər hansı mürəkkəb, vaxta həssas, yüksək riskli bir vəziyyəti idarə etməkdə necə tətbiq oluna bilər? İşdə, həyatda, gözlənilməz hallarda bu hazırlıq və strukturlaşdırılmış reaksiya modeli başqa harada işə yaraya bilər? Bu, sadəcə düşünmək üçün bir mövzudur. Bu dərin müzakirəyə qoşulduğunuz üçün sizə təşəkkürlər. Çox sağ olun.